Sabahınız xeyir olsun. Sentyabrın ayının 26'sı. Bura İmişlimizin milli kəndidir. Dostlar, nə demək istəyirəm, Allah hamd olsun. Bu kənddə toylarda, sünnət toydu gəldiyimiz, bir dənə içki verilmir. İçkisiz məclisi usul da o qədər sadədir. Bir dənə indi stol içində salat gələcək, tabaka gələcək şu. Bir de sveki pomidor, xiyar pomidor. Oyla bitir. Üstüne durum 50 cürə. Yani artık bir şey vurmaq, yani məsləhət deyil. Sadə toylarını eləyirlər, içkisiz, qəşəng çıxıb gedirlər. Yani bir dəfə də çəkmişdim, çoxsu deyirdi ola bilməz. Vallahi billahi Allah hamd olsun, bu kənddə araq verilmir. Hamısı yani namaz qılan, oruç tutan, Kərbəlayı, belədir. Bu kənd belənçi idi. Yani bizim kəndlərimiz çoxdur, eğlənçi. Ancaq mən yani göz şahidi olduğum yani budur ki, bu milli kəndinə yani gələndə yani içki verilmir. Bax, bir dənə rumka yoxdur. Bax, sadə gördüyünüz usuldur. Bax, beləncə. Allah mübarək eləsin, böyük toyun görsün.